Salam, xoş gördük Kəmalə xanım. Hər vaxtınız xeyir olsun. Necəsiz? Sağ olun. Kəmalə xanım, bugün bizim sizlə ilk podkastımız olduğu üçün mən istərdim ki, ön söz olaraq bir neçə kəlmə Bəli, deyim bəli, buyurun. icazənizlə. Kəmalə xanım, mən sizi ilk dəfə Sağlam Həyat verilişində gördüm, tanıdım. Podkastın mövzusuna uyğun olaraq sizin mövzuya yanaşma tərziniz, düşüncələriniz, ətraflı və asan dildə insanlara başa salmağa çalışmağınız çox diqqətimi cəlb elədi və ardıcıl olaraq sizi izləməyə başladım. Və sizə olan rəğbət və hörmət hissim də oradan başladı. Çox sağ olun, təşəkkür edirəm. Çox xoşdur. Çox sağ olun, mən təşəkkür edirəm. Onu demək istəyirəm ki, siz bilməsəz də, şəxsən mənim özümə çox böyük mənəvi dəstək olmusunuz və bir çoxları kimi sizi izləyənlər, sevənlər kimi onlara dəstək olmusunuz. Və mən bu söhbətlərin arxasında ən çox insanlara necəsə problemlərində, dərdlərində kömək olmağa çalışan, mənəvi dəstək olmağa çalışan, biliklərini çox asan və sadə dildə başa salmağa çalışan çox gözəl və güclü bir insan gördüm ki, bu çox alqışa layiqdir və böyük qürur duydum ki, artıq bizdə belə bir terapistlər var, seminarlar aparır, onların gözəl işləri ilə kodlamaları olsun, podkastları olsun, seminarları ilə insanlara dəstək olur və insanların xidmətində dayanır. Bu çox gözəldir. Bu yolda sizə uğurlar arzulayıram. Sizi təbrik edirəm və sizə dəstək olduğumu bildirmək istəyirəm. Və şəxsən öz adımdan da izləyicilər adından təşəkkürümü bildirirəm sizə. Çox Buyurun, sağ olun. sözünüz varsa. Çox möhtəşəm şəkildə izah elədiniz öz fikirlərinizi və çox xoşdur həqiqətən sizdən, sizin kimi savadlı bir insandan bu cür xoş sözləri eşitmək. Nə gözəl ki, bizim podkastlarımız, nə gözəl ki, bizim çəkilişlərimiz, sadə dildə insanlara nəyisə ötürmək istəmə çabamız, yəni bu cür qarşılanır və bu cür insanlar tərəfindən dəyərləndirilir. Məsələ buna görə də biz düşündük ki, bir podkast çəkək və bir neçə videolardan insanları maarifləndirək və insanlar artıq bir çox onu narahat edən sualların cavabını tapmağa başlasın. Yəni ən azı bu podkastlara baxaraq artıq insanlar başa düşəcək ki, mən hal-hazırda bu problemi nə üçün yaşayıram, nəyə görə var? Çünki yetərincə məlumat var, həddindən artıq hal-hazırda internet şəbəkəsinə baxsanız, orada dəhşət çox məlumat var, aşırı məlumat var. Amma konkret olaraq nə üçün baş verir, nə üçün bu yaşanır, yəni insanlara bunu izah eləyən yoxdur. Yəni şəxsən mənim qarşıma çıxmayıb. Ona görə də mən düşünürəm ki, bu podkastlarımız davamlı olacaq və uzun müddətli olacaq. İnşallah. Bəli. Və insanları maraqlandıran bütün sualları biz hazırlamışıq və siz də əlbəttə ki, sizə aid olan bütün suallarınızı rahat şəkildə verin ki, mən də elə bunun üçün burdayam ki, insanları maarifləndirək və onları narahat edən bütün sualların cavabını verək. Suallar çoxdur həqiqətən Kəmalə xanım və mən düşünürəm ki, öz inkişaf yoluna ayaq basan hər kəs, maariflənmək istəyən hər kəs üçün artıq yol açıqdır. Çox böyük informasiya var, düz deyirsiniz. Amma vacib məsələ odur ki, bu informasiyanı sən hardan alırsan, qaynağı hardandır və Bəli. kimdəndir? Və çox sağ olun ki, siz çox düzgün və savadlı şəkildə izah edirsiniz. Həmən vaxt itirmədən istəyirəm ki, mövzumuza keçək. Mövzumuz çox dərin və ciddi mövzudur. Bəli. Və bu mövzuda istərdim ki, A-dan Z-yə kimi bizə bütün bildiklərinizi danışasınız. Bilirəm ki, tamaşaçıların da çoxlu sualları ola bilər. Kəmalə xanım, baxın, İnsanların həyatında çox hadisələr baş verir. Bəzən insanlar elə problemlərlə qarşılaşır ki, öhdəsindən gələ bilmir, çıxış yolu tapa bilmir. Çıxılmaz vəziyyətdə qalır, özünü çarəsiz hiss eləyir. Bəzən gənc yaşlarında çox da fikir vermir insan bunlara. Bəli. Amma yaş ötdükcə insan durur, düşünür, deyir bir dəqiqə, nə baş verir ümumiyyətlə? Mən niyə bu hadisəni yaşayıram? Bəli. Bu niyə mənim başıma gəlir? Bu nə deməkdir? Təkrar sanki hər yerdən qapılar bağlanır, uğursuzluqlar ard-arda gəlir və insan təşvişə düşür, düşünməyə başlayır, suallarına cavab axtarmağa başlayır. Bugün biz sizinlə bu suallara cavab tapacağıq və mövzu karmadır. Bəli. Həqiqətən karma varmı Kəmalə xanım? Yoxsa bu sadəcə bir necə deyim, daxili proqramdır, yoxsa bir inancdır, özümüzü buna inandırmışıq. Belə bir şey varmı? Karmanı bir sözlə belə deyim, bir cümlə ilə ifadə eləsək, səbəb və nəticə qanunudur. İnsanlar bunu bəzən biraz qorxu kimi qəbul edirlər. Bəs karman pis olacaq, karma səni belə eləyəcək falan, belə eləyəcək. Çünki hal-hazırda sosial şəbəkədə nə qədər çox informasiya varsa, bir o qədər səhv bir məlumatlar var. Yəni karma pis bir şey deyil. Yəni karma səni bu dünyada yaşadacaq bir vəziyyətdir.
karma olmasa insanın bu dünyada bir yeri yoxdur. Yəni insan, ruh insan bədəninə yerləşməz və burada müəyyən bir dərsləri keçməz. Yəni ki, karması yoxdur. Yəni karmasız bir insan yoxdur. Yox. Hər kəsin öz karması var. Bəzi insanlardan eşidirəm ki, deyirlər ki, bəs mən karmanı ödəmişəm, karmasızam və s. Yəni bu çox yanlış bir düşüncədir. Belə bir anlayış yoxdur. Karma hər bir insanda var. Baxın, karma səbəb və nəticədir. Sadə dildə əgər izah eləsək, mən nə edirəmsə, pis və yaxud da yaxşı, sabah onu da mənə edirlər. Və yaxud da mən eyni bir hadisə ilə rastlaşıram. Bu gün əgər mən sizin arxanızca, məsəl üçün, danışsam ki, Nəzakət xanımın saçı belə bir cür idi, qəribə idi. Misal olaraq xırda bir şeydir. Sabah mənim üçün də deyəcəklər ki, Kəmaləyə bax, onun saçları belə qəribədir. Daha betər, daha ağır formada onu mənə deyəcəklər. Və təəssüflər olsun ki, məsələ bilirsiniz nədir? İnsanlar başa düşmür ki, mən hal-hazırda bu yaşadığım mənim həyatımdır, mənim məsuliyyətimdir, mənim nə vaxtsa etdiklərimin nəticəsidir ki, bəli, mən onu indi hal-hazırda qabağıma çıxır. Və insan neyinir? İnsan öz məsuliyyətini atır başqalarına. Deyir ki, filan kəs günahkardır mənim həyatımın belə olmasında. Nə qədər ki, insan övladı filan kəsi, valideynləri, nəsilli, fərqi yoxdur. Yoldaşını, uşaqlarını günahlandıracaq ki, onlar günahkardır mənim hal-hazırda həyatımın bu cür pis olmağında. Bir o qədər də həyat bizi sıxacaq. Nəyə görə sıxacaq? Çünki sıxacaq ki, sən fərqində olasan. Sıxacaq ki, sən düzgün yol tapasan. Baxın, bu dünyada biz ya ağıl ilə şəfalanırıq, fərqindəliyə doğru gedirik və yaxud da döyülərək və alçaldılaraq və belə deyim, əzab-əziyyət çəkərək biz o fərqindəliyə gedirik. Yəni onsuz da biz ora gedəcəyik, çıxacaq. Sadəcə ya sən normal yolla gedəcəksən və yaxud da sən belə deyim də daşlı, qayalı bir yollarla gedəcəksən. Bəli, çətinliklə gedəcəksən. Yəni karma həqiqətən var. Hər kəsin öz karması var. Yəni sözünüzdən belə nəticə çıxarmaq olar ki, insanın elədiyi yaxşılıq da özünədir. Pisliyi də özünə qayıdır. Bəli. Və karmaya ona görə düşürük ki, biz nə vaxtsa kimsə incitmişik və nəticə olaraq, cavab olaraq bizə o karma gəlir. Karmaya düşürük yox. Baxın, bizim valideynlərimizdə, məsələn, bizim valideynlərimiz bizim karmik bir növ sınağımızdır. Çünki siz bəzi insanlar keçmiş həyatları qəbul eləmir. Mən şəxsən özüm 5 ilə yaxın reinkarnasiyanı tamamilə inkar edən bir insan olmuşam. Yəni kim mənim qabağıma çıxıbsa, deyibsə ki, keçmiş həyatlar, mən demişəm, yox. Elə bir şey yoxdur, mümkün deyil. Amma həqiqətdir vardır. Amma uzun müddətli araşdırmalardan sonra, bir çox masterlərdən təlim alandan sonra, bir çox bəzi vəziyyətləri biz meditasiya vəziyyətində o cavablar bizə gəlir. Bəziləri dua vəziyyətində gəlir, bəziləri təlimlərdə gəlir. Yəni sadəcə bir yol yoxdur. Gəlib çıxırsan, başa düşürsən ki, bəli, bu var, reinkarnasiya var. Çünki onda necə başa salaq ki, biri varlı olur, biri kasıb olur, biri xəstə olur, biri sağlam olur, biri xoşbəxt olur, biri qeyri-xoşbəxt olur. Yəni bunun bir səbəbi olmalıdır ya yox. İnsan deyir ki, bu mənim karmamdır. Bu karmadır. Amma sən bu karmanı nə üçünsə bunu yaşayırsan. Baxın, keçmişdə əgər sən müəyyən bir dərsləri keçməmisənsə, hardasa ilişib qalmısansa və yaxud demisən ki, mənlik deyil, yəni boş vermisən, belə deyim, atmısan başından, doğru elə desək, sən bu həyatda bunun davamını, o almadığın dərsin mütləq ki, burada alacaqsan. Baxın, insan bu dünyaya, insan övladı bu dünyaya dərslənmək üçün gəlir. Bizim ruhum bahalı maşına, bahalı evə, bahalı nə bilim, onda 2 mərtəbəli villada, məndə 3 mərtəbəli villa deyərək bir istəkləri yoxdur. Bu bizim şuurumuzun istəkləridir və egomun istəkləridir. Çünki kimdəsə var, qoy məndə də olsun, ya da yox. Nə üçün? Mənim ondan nəyim əksikdir? Bu gəlir mənim şuurum. Amma mənim şuuraltım, bu arada şuuraltı bizim ruhumuzdur. Elmi dildə ruhumuz bizim şuuraltı deməkdir. Şuuraltımız bizim bu dünya dərslənmək üçün gəlib. Bəli, dərsləri keçmək üçün. Məsəl üçün, empati hissi öyrənmək üçün, müdrik olmağı öyrənmək üçün. Müsbət hisslərdən söhbət gedir, mənfilərdən yox. Məsəl üçün, paxıllıq hissin varsa, sən ondan necə qurtula bilərsən? Misal olaraq, ruh göndərilir bu dünyaya və o bu dünyada öyrənməlidir ki, sevgi hissini və yaxud da şərtsiz sevgini öyrənməlidir, empati hissini Yəni bir növ öyrənməlidir. təcrübə eləməlidir. Bəli, təcrübə eləməlidir. O şərtsiz sevgini öyrənmək üçün necə bir ailəyə düşəcək?
Sevgisiz, sevgisiz. ona dəyər verməyən bir Bəli. ailə. Tamamilə ailə dəyərləri olmayan bir ailə. Tamamilə orada sevgi Nə anlayışı üçün ki? olmayan. Çünki yaxşı bir yerdən biz sevgi içində sevgini öyrənmək çox asandır. Ya da Orada onun qədrini bilməliyik. Orada onun qədrini bilməyəcəyik. Biz orada onda nəyi təcrübə eləyəcəyik? Əgər biz sevgini öyrəniriksə, biz birinci sevgisizliyin nə olduğunu öyrənməliyik, düzdürmü? Yəni əgər mən məsəl üçün ruh var göndərilir vətən sevgisini öyrənmək üçün. Vətən, yəni şərt vətənpərvərliyi öyrənmək üçün. Bəli, o hara düşəcək? Müharibə olan bir yerə düşəcək, düzdürmü? Burada biz ölkə ayırmırıq. Biz burada deyirik ki, bəli, burada müharibə var. Sən orada gedəcəksən, o müharibənin içində vətənpərvərliyi öyrənəcəksən. Çünki vətənpərvər bir ölkəyə getsən, orada əlbəttə ki, vətənpərvər olmaq çox asandır. Ki əgər sən ordasansa, deməli sənin bu həyatdakı dərsin bu deyil. Bax, karma da budur. Yəni hər kəs ruhun, yəni sizin həyatınız, baxın, sizin həyatınız ruhun təcrübəsinə əsasən verilir. Hər kəsin eyni həyatı yoxdur axı. Siz məsəl üçün fərqli bir işdə işləyirsiniz. Hər kəsin karması da Bəli. fərqlidir. Mən fərqli bir işdə işləyirəm. Mən heç vaxt həkim olmaq istəməmişəm. Çünki mənim elə bir istəyim olmayıb. Deməli mənim artıq yolum çizilib öncədən. Yəni ruhuma verilib bu icazə ki, bu. Yəni pillələrdən keçsən, yəni sən artıq məsələn şəfaçı ola bilərsən və yaxud da psixoloq ola bilərsən və s. Mövzumuz onsuz da əvvəl dediyim kimi çox dərindir və ciddi mövzudur. İnsan heç bilmir hansı sualdan başlasın. Amma bəzən bir də görürsüz ki, hadisə baş verdi, deyirsən ki, tamam. Mən dərsimi aldım, bu çətinlikdən keçdim. Yəqin bundan sonra mənim həyatım düzələcək. Ya bal içində yaşayacağam. Mən karmamı yaşadım. İnsanlar tez-tez deyirlər, ətrafımda eşidirəm. Amma bir də görürsən ki, fikir verirsən, yağışdan çıxdıq, yağmura düşdük sanki. Bir problem qurtarmamış, digər özdə ona oxşar bir problem. Ondan betər olur. Betəri başlayır. Bu nə ilə əlaqədar? Niyə belə olur? Çünki insan dərsini almır. Sözdə desə də, onun altında heç bir hiss yoxdur. Şuuraltı bizim hisslərimizdir və insan övladı hisslərlə idarə olunur. Ağılla yox, şuurla yox. Şuur daha çox egosaldır. Mən deyə bilərəm ki, mən burada dərsimi aldım, başa düşdüm. Bu nədir? Bu adətən alt kodda üsyandır. Bəsdir də, nə qədər olar mən bu hadisəni nə qədər yaşayacağam, nə qədər mən əziyyət çəkəcəm. Amma insan anlamır axı. İnsan bəs bu podkastları, yəni maarifləndirici cümlələri, sözləri, videoları biz ona görə çəkirik ki, siz başa düşəsiniz ki, yəni siz sadəcə mən bu dərsi aldım deyirsinizsə və altında heç bir hiss yoxdursa, heç bir emosiya yoxdursa, sən bunu fərqində deyilsənsə, yox, sən sadəcə buradan qaçmısan. Baxın, mən sizə bir misal gətirim. Bir insandır, gedir atasından, anasından bir kod gəlir ona ki, dəyərsizlik kodu misal olaraq. Yəni belə bir mühitdə böyüyüb ki, orada ona ömür boyu sən dəyərsizsən, sən yəni heç kimə lazım deyilsən və s. kimi bir kodlar var onda. Qurbansan. Yəni sən qurban rolundasan, sən busan. Bundan artıq deyilsən. İnsan xanımdır. Xanım gəlir, biri ilə ailə həyatı qurmaq istəyir və eyni atasının, anasının dediyi sözləri ondan eşidir. Və nə edir? Qaçır. Məsələ çözülmür. Qaçır. Qorxur qaçır. Deməli onda dəyərsizlik kodu var, yəni fərqi yoxdur. Yəni mənfi bir kodlardan biridir. Tətiklənir oruna və ondan qaçır. Və deyir ki, yox, mən o insanla ailə qurmayacağam. Amma fərqində deyil. Başa düşmür nə baş verir. Sadəcə bədən artıq hisslər bizim bədənimizdə oturur axı. Bədən artıq başlayır narahat olmağa. Çünki uşaqlıqdan eyni kodlar, bunu narahat edən kodları sənə tamamilə yad bir insanda ötürməyə başlayır və sən oradan başını götürüb qaçırsan. Necə olur? Bir müddətdən sonra üstündən 2-3 il keçir, sən qarşıma başqa bir insan çıxır. Onunla sən birinci etapda ondan qaçdığına görə o sənə birinci etapda öz mənfisini göstərməyəcək. Bildiniz nə demək istəyirəm? Baxın, o gələcək, məsəl üçün, birinci etapda siz sadəcə tanışdıqda öz mənfisini göstərmişdirsə, ikinci etapda o artıq, məsəl üçün, üzük taxacaq sənə, ondan sonra sənə öz mənfisini götürəcək. Çünki sistemə siqnal gedib ki, bu birinci etapda qaçır. Bu insan bu dərsini almalıdır.
Gedirsən, nişanlanırsan və görürsən ki, bu yenə sənə eyni sözləri deyir, daha betər sözləri deyir, daha alçaldıcı sözlər deyir və yenə qaçırsan. Yenə dəyərsizlik Çözmürsən. görürsən. Yenə dəyər çözməyib. Əm, və bu davam eləyir. Baxın, əgər bir insan vaxtında bu məsələni çözmürsə, bu bizim uşaqlarımıza, nəvələrimizə 7 nəsil qabağa qədər gedir. Və sabah 2-ci, 3-cü nəsildən kimsə çıxacaq deyəcək ki, mənim nənəm bəlkə vaxtında bu söhbəti, məsələni həll eləsəydi, mən indi belə əziyyət çəkməzdim. Bu şuuraltı kodlama deyirik biz buna. Burada şuuraltı kodlar yatır. Bu kodlar bizi idarə eləyir və bu kodlar təmizlənməyənə qədər, bu kodlar sizdən tamamilə çıxmayana qədər, dəyişdirilib dönüşdürülməyənə qədər sizin qarşınıza hep belə insanlar çıxacaq. İş yoldaşı olacaq, qaynana olacaq, qaynata olacaq, övlad olacaq, gəlin olacaq, yeznə olacaq. Ta ki siz o məsələni çözməyənə qədər. Bəli. Yəni Bəs necə çözə bilərik Kəmal xanım? Bu uğursuz döngüdən, necə deyim, qara zolaqdan insanlar necə çıxsın? Mənfi enerjidən, neqativdən. İlk addım nə ola bilər? baxın, ya siz gedib ən qədər təlim almalısınız. Bu açıq deyəcəm. Yəni biz burada heç gizlətmirik. Ya siz gedib ən qədər təlim almalısınız, ən qədər kitab oxumalısınız, oturub günlərinizi buna ayırmalısınız ki, nədir, nə deyil. Ya sizə əgər terapiya növü maraqlıdırsa, kiməsə gedib müraciət edib terapiya ala bilərsiniz. Bizdə bunun üçün sadəcə kodlamalar var. Biz buna şuuraltı kodlama deyirik, bəli. Və qiymətini də o qədər münasib qoymuşuq ki, Yəni cəmi çatandır həqiqətən. 10 manatdır, bəli. Ki alan rahatlıqla ala bilsin və gözləntisi olmasın. Alsın, dinləsin və desin ki, olar, olmaz, olmaz. Bu gözlənti çox önəmlidir. Çünki bizim insanlara xas olan bir vəziyyətdir. Bir şeyə alırlar və başlayırlar. Bugün olmadı, sabah olmadı, görəsən necə olacaq və s. Bu artıq düşüncəni başqa yerlərə aparır. Gözlənti də nə qədər yüksək olduqca uğursuzluqlar baş verir. Bəli, Gərək əlbəttə. belə gözlənti də olmayasın. Bəli. Və o şuuraltı kodlamanı aldıqdan sonra 21 gün ərzində beyində başlayır neyron dəyişmələr. Artıq pozitiv, neqativdən Pozitiv. beyin pozitivə keçməyə başlayır. Və insan artıq düşüncəsi dəyişdikcə, neyronlar dəyişdikcə kainata fərqli bir sistem, fərqli bir işıq göndərməyə başlayır. Və o işıq nəticəsində də o insanların həyatı dəyişməyə başlayır. Təsəvvür eləyin. Yəni insanın daxili enerjisi dəyişdiyi üçün, Bəli. zahirən də onun reallığında hadisələr, neqativlər uzaqlaşa bilər. Fərqli hadisələr, bəli, artıq çünki hər bir hadisə onsuz da bizim yaxınımızdadır və yaxud uzağımızdadır. Yəni biz burdan çıxıb İraq olsun, nəsə biz həyatımızda başda verə bilər və yaxud da yaxşı bir şey də ola bilər. Amma sən hara köklənirsənsə, düşüncən necədirsə, yəni o hadisə də sənin həyatına gəlməyə başlayır. Yəni nəyə inanırsansa, onu həyatına çəkirsən. Gözləntin nədirsə, yəni sən neqativ düşünürsənsə, neqativ gözləyirsənsə kimdənsə və nədənsə, elə onu da qarşında görürsən. Əksinə gözəl düşünürsənsə, insan haqqında, müəyyən hadisə haqqında gözəl bir şey düşünürsən, yox, yaxşı olacaq. Hətta reallıq onu deməsə belə, sən gözəl düşünməyi bacarırsansa, özün üzərində inkişaf eləmisənsə, sənin artıq yavaş-yavaş da bilirsiniz, insanlar dərhal nəticə görmək istəyir. Mənə elə gəlir ki, orada onlar uduzurlar ki, bugün 2 gün qulaq asdım, məsələn, kodlamaya. Nə oldu? Heç nə dəyişmədi ki. 3 gün qulaq asdım, heç nə dəyişmədi ki. Ən azı siz dediniz ki, 21 gün olmalıdır Bəli. bunun effekti olması üçün. İlk təsiri necə olur? İnsan necə dəyişiklik hiss eləyə bilər kodlamanı dinləyəndə? Şuuraltı kodlamada ilk təsir, əgər insan çox travmalıdırsa, o əsəblərinə toxuna bilər, yorula bilər, bezə bilər. Bəli. Deyə bilər ki, mənə lazım idi bu. Bu şuurun sadəcə bir illüziyasıdır deyək. Yəni bir oyunudur deyək. Yəni Qəbul eləmək istəyir. bəli, çünki dəyişmək istəmir. Çünki komfort zonası var. O nəyinə lazımdır ki, götürsün həyatını dəyişsin. Yəni oturmuşuq da biz burada öz kədərimizi çəkirik, öz mənfi həyatımızı. Axı mənfi yaşamaq daha rahatdır. Kimlərisə günahlandıraraq yaşamaq daha rahatdır. Ona görə də beyin dəyişmək istəmir. Amma siz davamlı olaraq əgər ən azı 21 gün dinləməyə başlasanız, ondan sonra həyatınızda baş verən dəyişiklikləri görəcəksiniz. Ümumiyyətlə kodlama biz onu 24 noyabr satışa çıxarılanda bu cür müsbət geri dönüşlərdə mən belə gözləmirdim. Yəni bizə elə bir dönüşlər oldu ki, inanın ki, mənim ən bahalı kurslarım belə bu cür nəticə vermirdi.
Yəni açığı deyəcəm. Bəli. Bizdə elə oldu ki, autizm uşaq danışdı. Bəli. Bizdə elə oldu ki, ailə bərpa oldu. Bizdə xanım xəstə idi, xərçəng deyildi, yalan deməyim. Amma ağır bir xəstə idi, davleniyası olurdu və o sağaldı, şəfalandı. Bizdə pul kodlaması ilə bağlı çox dəhşət müsbət rəylər gəldiyi üçün və mən onun satışını dayandırmamaq qərarına gəldim. İnanın ki, bütün digər kurslarımı bağladım və biz ancaq kodlamaya bütün enerjimizi veririk. Çünki ondan gələn rəylər digər heç bir nə terapiyadan, nə kursdan gəlməmişdi. Yəni Həqiqətən çox elədir. möhtəşəm Mən idi. özümdə istəyirəm şəxsi təcrübəmlə bölüşüm. Mən özümdə siz o vaxtı məni tanımırdınız, yəni biz tanış deyildik. Mən sizi podkastlarda tanımışdım və müraciət eləmişdim. Açığı ilk əvvəl biraz marağa müraciət elədim. Görəsən bizdə necədir? Mən bunu fərqli dillərdə dinləmişdim. İngilis dilində, rus dilində dinləmişdim. Dedim, öz doğma dilimdə dinləyim. Və müraciət elədim, aldım. Onu da deyim ki, çox əlçatan qiymətədir. Özünüz dediniz, Mən 10 manatdır. Və hər mövzuda var. İstənilən mövzuda var. 100-ə İstənilən yaxın, 100-ə yaxın, 100-ə 100-ə yaxın yaxın kodlama. mövzuda var. Bəli. Aldım, mən başladım dinləməyə. Bir neçəsini aldım. Belə 5-6 dənə aldım və onların içində mənim ən çox xoş gələn, ruhuma şəfa verən, həqiqətən o ruhsal halımı yaxşılaşdıran, gözəlləşdirən bir kodlama var idi. Yaradana yaxın olmaq. Taç Sifat çakra. və Bəli, taç çakra taç çakra. haqqında. Həqiqətən çox gözəl kömək elədi. Siz deyirsiniz, məsələn, insan dərhal nəticə gözləyir. O nəticəni məncə əvvəlcə daxilən hiss eləməlisən. Daxilində artıq hüzur yaranırsa, deməli ki, o işləyir. Bəli. Artıq şəfalanırsan. Köməyi var. Bəli. Bəzən insan ilk etaplarda bunun fərqində olmur, amma şuuraltının bizim ruhumuza çox ciddi təsiri var. Əlbəttə ki. Çox ciddi. Ona görə mən burdan izləyicilərə çox məsləhət görürəm, tövsiyə edirəm ki, mütləq müraciət eləsinlər. Hər mövzuda var. Bu gün məsələn karma haqqında danışırıq. Bəli. Karmanın təmizlənməsi haqqında Var. ola bilər. Var. İstənilən də Keçmiş həyatları. keçmiş həyatları, müəllimlər haqqında, Bəli. ruhlar Hər mövzu. haqqında, hər mövzuda çox gözəl həqiqətən kodlamalar var ki, təbrik edirəm. Nə yaxşı ki, bu işi görürsüz, Çox sağ ol. öhdənizə götürmüsüz. Həqiqətən də insanlara gözəl təsir eləyir. Yaxşı, biz dedik ki, təkrar proqramlar başlayır. Siz deyirsiniz ki, bir hadisə baş verir, insan deyir ki, niyə oldu? Vurğulayırsınız ki, bu keçmiş həyatdan gələ bilər. Yəni Kəmalə xanım, bir həyat bəs eləmir bizim karmamızı tamamlamaq üçün. Bəzən bir xüsusiyyəti əldə eləmək üçün, məsəl üçün, sevgini, şərtsiz sevgini. Çünki şərtsiz sevgi çox çətindir. Bəli, bunu qəbul eləmək Ən insan, çətinidir. bəli, ən çətini odur. Bəzən şərtsiz sevgi tam belə deyim, beynində oturtdurmaq üçün, qəbul eləmək üçün bəlkə də bir neçə həyat lazım olur. Biz belə çətinləşdirməyək mövzunu. Düşünürəm ki, insanlara hal-hazırda bunu tam qəbul eləmək, keçmiş həyatlardan gəlir. Axı mən keçmişimi yadımda saxlamıram. Nəyə görə mən bunun əziyyətini çəkməliyəm kimi düşüncələr gələ bilər. Mən sadəcə sizə deyə bilərəm ki, əgər siz hal-hazırda yaşayırsınızsa, varsınızsa və demək ki, sizə o keçmişi dəyişmək və həyatınızı mükəmməl eləməyə bir şans verilib. Və bu şansı əldən itirməyin. Fürsətdir, bir Fürsətdir. Bir şansdır ki, bu sizə verilib. Və oturun, özünüzə sual verin. Əgər hal-hazırda neqativ bir həyat yaşayırsınızsa və təkrar-təkrar döngülərdirsə, mən sizə bunun da bir izahını verim. Qoy artıq mövzu açılmışkən, bir yerə qədər biz eyni hadisələrin daha betərini yaşamağa başlayırıq. Bir yerə qədər. Məsəl üçün, kimsə mənə sərt bir söz dedisə, gələn dəfə əgər mən onun dərsini almamışamsa, daha alçaldıcı və daha da gedir. Bir yerə gəlirik, çıxırıq ki, türklər ona qısır döngü deyir. Labirintə düşürük. Fikir vermirsiniz, insanların çoxu həyat müraciətlərində deyir ki, həyatımda bir hadisənin içində ilişib qalmışam. Dönürəm, eyni şeyi mən sənin yaşayıram. hadisədə uğursuzluqlar qazanıram. Eyni hadisədə fərqli insanlar. Elə bil bir döngünün içindəsən və oradan çıxa bilmirsən. Bu bilirsiz nədir? Bu sən o qədər o dərsləri qəbul eləmək üçün, çözmək üçün sənə şanslar verilib ki, sən hamısından imtina eləmisən. İmtina elədiyin üçün də artıq sistem səni sıxmağa başlayır. Kainat səni sıxmağa başlayır ki, sən gedib bu dərsləri alasan.
Bax bu çox önəmlidir. Dərs almaq çox önəmlidir. İndi deyəcəksiniz ki, bəs necə alım, necə başa Sistem düşüm? bizə demək istəyir ki, ay qafil oyan artıq bəsdir. Bəli. Hə? Oyan ayıl, hardansa başlamaq lazımdır. Fərqi nə var ki, problem sənin özündədir. Heç kim günahkar deyil bu hadisələrdə. İnsanın belə deyim də üçüncü gözü deyilən Bəsirət bir gözü. bir anlayış var. Çox insan bunu səhv anlayır. Düşünür ki, üçüncü gözü açılsa, nə bilim, cinləri görəcək, şeytanları Doğru. görəcək. Bəli, bu çox yanlış bir şeydir. Üçüncü gözün açılması yaradanla olan rabitədir. Yəni sən Allahdan gələn, sənin yüksək mənindən gələn, şuuraltından gələn o cavabın hiss etməkdir. Hər bir insanda bu aktivdir. Hər kəs, hər birimizin həyatında elə bir vəziyyət olub ki, ürəkdən nə isə istəmişiksə olub və yaxud da ürəkdən nəsə bir pis hadisə olacağını hiss eləmişiksə və o da olub. Ürəkdən və bunu heç bir şuur ora daxil olmayıb. Təəssüf ki, insanlar bu üçüncü gözü, bu intuisiyanı, bu hissiyatı özündə basdırıblar, yox eləyiblər. Əslində o labirintdən necə çıxmaq lazımdır? Hansı dərs sənə nə üçün gəlib və kainat sistem sənə hansı işarələr verir? Onları biz çox rahatlıqla hiss eləyə bilirik. İnsan nə edir? İnsan özünü qapıyır, bağlayır. Deyir ki, mən heç nə görmürəm, eşitmirəm, filankəs günahkardır, mən elə bildiyim düzdür, filankəs səhvdir, mən hamıdan yaxşı bilirəm, hamısı yəni boş şeylərdir. Bax o nə vaxt ki o təmizlənəcək, nə vaxt ki sən artıq o ego balastı saxlamağı öyrənəcəksən, nə vaxt ki artıq özünə güvənməyi öyrənəcəksən, öz hisslərinə. Bax o zaman sən artıq mesaj gələcək ki, bu labirintdən çıxmaq üçün nə etmək lazım olacaq. Təsadüfən qarşına bir video çıxa bilər. Təsadüfən qarşına bir insan çıxa bilər. Hər kəs gedib terapiya ilə şəfalanacaq deyə bir anlayış yoxdur. Elə insan ola bilər ki, sadəcə bir kitabda bir sözlə cavabını ala bilər. Yəni hər kəsdə bu fərqlidir və sənin şəfan hardandır? Onu bir tək Allah bilir və onu sənə göndərir. Və diqqətli olmalısan ki, intuisiyanın səsinə qulaq asmalısan ki, özün də bunu hiss eləyəsən. Əslində bizə cavablar verilir. Biz o qədər bu xaosun içindəyik ki, bu qarışıq həyatın içindəyik. Bəzən onu hiss eləyə bilmirik. Mənə elə gəlir ki, bugünkü zamanımızda ələxüsus kənardan müdaxilə, dəstək lazımdır. Maariflənmək lazımdır bu barədə mütləq. Mütləq lazımdır. Kəmalə xanım, bax, bir neçə gün öncə mənə bir rəfiqəm belə bir hadisə danışdı. Elə bizim mövzumuza da uyğundur, ona görə demək istəyirəm sizə. Məsələn, dedi ki, biz söhbət eləyirdik. Gəldi, dedi ki, mənim belə bir əziz tanıdığım adam var. Onların nəslində xanımlar nəsə xoşbəxt ola bilmirlər. Və onlardan biri bu qərara gəlib ki, qəribə bir şey danışdı, amma siz terapistsiz bilirsiniz bu barədə. Regresiv hipnozlar deyilən bir şeylər var. Dedi ki, o belə bir prosedur keçirib, o nəsildən olan xanımlardan biri və ona deyiblər ki, sizin nəsildən olan bir kişi xeylağı, bir balaca qızı, gənc qızı incidib, necəsə incidib. Və o qız uşağı çox pis qarğış töküb onun nəslinə. Və qız deyir ki, mənim 7 nəslimdə, bəlkə də nə bilim, 6 nəslimdə xanımlar əziyyət çəkir, ailə qurur əziyyət çəkir, yoldaşları onları incidir. Şəxsi həyatında həmişə uğursuzluqlar qazanır. Məsələn, maddiyyatı yaxşıdır, işləri yaxşıdır, qazana bilirlər qadın olaraq, amma şəxsi həyatlarında heç vaxt bunlarda alınmır. Deyir, anam da belə, nənəm də, xalam qızı, bilim qızı. Bu təkrarlanan karmadır. Deməli, kim bağlamalıdır? Yəni, əgər mən eləməmişəmsə, hətta nəsildən kimsə eləyibsə, o gəlir məni tapa bilir də, yəni mənə toxuna bilir. Bəzən olur ki, o nəslin davamiyyətinə icazə olmur. Yəni siz biraz dərin mövzulara bəli. Baxın, bəzən elə olur ki, o nəsil bitməlidir. Təəssüf ki. Nəyisə görə, nə üçünsə biz onu tam araşdırmırıq. Çünki ora girmək məsləhət deyil, icazə də yox. Çox nadir hallarda olur elə bir şey ki, nəsil bitir. Yəni sonsuzluq baş verir və yaxud da faciələr olur, kişilər ölürlər və yaxud da qadınlar uşaq dünyaya gətirə bilmirlər və o nəsil bir yerdə tükənir. Deməli, artıq bir işarə verilib ki, bu nəslin davamiyyətinə icazə yoxdur. Bu çox nadir hallardadır. Amma və lakin, əgər xanım bunun artıq fərqindədirsə ki, hansısa balacanı incidib falan, yəni belə deyim, qarğış töküb, əgər bu artıq bunun fərqindədirsə,
və digər insanlara da demək istəyirəm. Əgər siz nəslinizdə olan bir eyni hadisə təkrarlanırsa və bu nə üçün olduğunu bilirsinizsə, deməli artıq icazə verilib ki, siz o hadisəni bağlayasınız və sizin nəsliniz daha xoşbəxt və yeni bir etapa boyutlasın. Yəni karmanı təmizləməyə izin Karmasını verir. təmizləsin. İndi deyəcəksiniz necə? Necə? Neynəməlidir? Bunun çox xüsusi bir şey lazım deyil. Sadəcə fərqində olduğu və o uşağın adına uyğun və yaxud da ruhuna belə deyim, bəzi dualar, bəzi öz dilinizlə, öz sözlərinizlə üzrxahlıq, nəslin şəfalanmasına göndərilən bir dualar eləyə bilərsiniz. Yəni Allahdan istəyə bilərsiniz. Allahdan bağışlanma istəmək. Allahdan bağışlanma, qəbul eləyirəm və s. Yəni bu oldu, keçdi, amma mən bundan sonrakı nəsil üçün bu faciəni yaşamağını istəmirəm. Yəni öz dilinizlə şərt deyil ki, siz ərəb sözlərini istifadə eləyəsiniz. Öz dilinizlə bəli, siz yaradandan nəslin şəfalanmasını istəyə bilərsiniz və yavaş-yavaş bunu özünüzdən uzaqlaşdıraraq ki, oldu, bəli, var. Amma mən bunu dəyişə bilmərəm. Mən bunu qəbul eləyirəm. Mənfisi ilə, müsbəti ilə mən bilirsiniz burada nədir? Burada o kişini qəbul etməmə söhbəti də var. Orada da nifrət var axı ki, sənə görə üsyan. Üsyanı ki, nə vaxt özünüzdə bastıracaqsınız, nə vaxt ki, artıq olduğu kimi hadisəni qəbul eləməyə başlayacaqsınız. O zaman siz sizdən sonra gələn nəsli şəfalandıracaqsınız. Bu çox, yəni qeyri-adi bir şey eləmirsən. Əslində çox sadədir. Sadəcə fərqinə varırsan. Çünki hamısı bir enerjidir. Bu hadisə yaşanmalı idi. Həmin xanım o nəslə düşməli idi. Deməli, o nəslin bəlkə də şəfaçısı elə o xanımdır. Məsuliyyətini o daşıyır. Məsuliyyət deməyək, şəfaçısın deyək, bəli. Bəs Kəmalə xanım, bu biraz ədalətsiz deyilmi? İnsan düşünə bilər ki, kimsə beynində belə bir sual yarana bilər ki, filan kəs eləyib də heç tanımıram, uzaq qohumdur. Onun əzabını, cəzasını mən niyə çəkməliyəm ki? Niyə mənim öhdəmə düşür? Bu egodan gələn sualdır. Yəni bu egodan gələn sualdır ki, Yəni egonun səsini dinləməyək şəfalama yolunu. bu həyat hər kəsin işlətdiyi bir söz işlədəcəm, bir oyundur. Sadəcə biz burada öz rollarımızı oynamağa gəlmişik və köçüb gedəcəyik. Əslində bizim həyatımız kainat sistemində çox da uzun-uzadı deyil. Biz düşünürük ki, yəni dəhşət çox uzun illər yaşayırıq. Yəni hal-hazırda indi ömür vaxtlarına da baxsaq, yəni 60-a qədər kimsə çatır, qısa. kimsə çatmır, bəli. Yəni çox yaşamırıq biz yəni bu həyatda biz çox yaşamırıq. Və biz burada sadəcə və videonun əvvəlində də dediyim kimi müəyyən bir dərsləri almağa gəlmişik. Əgər mənim orada alacağım bir dərs varsa, mən boşu-boşuna bu nəslə getməmişəm. Mən oradan deməli o kodları dəyişdirməliyəm. Və dəyişdirmədiyim sürəcə bu mənim, yenə deyirəm, balalarıma, nəvələrimə keçəcək. Bu bir cəza deyil. Gələcək nəslin insanları Bəli. keçir. Bu bir cəza deyil, qətiyyən əsla. Əgər bu cür yanaşsaz, yaşamaq sizə çətin olacaq. Çünki cəza dediyimiz gətirir, çıxarır Allahın ədalətsizliyinə. Və artıq ona şübhə eləyirsən. Artıq onun mərhəmətinə şübhə eləyirsən. Yəni bu da Üsyan başlayır. üsyan başlayır. Məsələ də elə budur ki, sən bu vəziyyətin içində nə qədər ona yaxınsan, Sadiq oldu. nə qədər sadiq olursan, bəli. Sadiq olursansa, sən mükafatını da alacaqsan. Sadiq olmursansa, cəza deyil də. Sadəcə fərqli bir yol seçmisən. Demək ki, sən hələ ki bu belə deyim, bu fərqindəliyi hələ qəbul edəcək bir enerjida deyilsən. Bax o enerjini özünə qaldıranda artıq fərqindəliyi də açılır insanda. Yəni ola bilər ki, o qarşındakı insan sənə səbir dərsi öyrədir və ya başqa birisi sənə buraxmağı öyrədir. Bəli, Sevgini əlbəttə. öyrədir. Sevgini öyrədir. Güvənməyi öyrədə bilər. İnsanlar indiki dövrdə insanlar bir-birinə güvənmir sanki. Bu çox pisdir. Etibarsızlıq hissi yaranıb insanlarda. Böyük bir ayrılıq yaradırlar bir-birinə. Əslində düz eləyirlər. düz elə lazımdır elə. Elə lazımdır qənaət. Allahdan başqa heç kəsə güvənməyin. Çünki qarşınızda kim olduğunu bilmirsiniz. Hal-hazırda bu sistem çox yayılıb, şuuraltı falan. Şuuraltının adı ilə insanların beynini, insanların enerjisini başqa bir lazımsız yerlərə yönləndirirlər. Güvənməyin. Belə necə deyim? Bilirsiniz, insan içinizdən kim nəsə işləmək gəlirsə, bax o zaman o başqadır. Yəni ancaq özünüzə sual verin, yaradana sual verin. Mən kimdən şəfa almalıyam? Bax o kimisə sizin qarşınıza çıxarsa, bilin ki, ən doğru insan budur. Güvənmək də lazım deyil. Siz öz daxili içinizi hiss eləyin.
Sizin içiniz, daxili intuisiyanız hər şeyin ən doğrusunu bilir. Yəni kimə güvənmək lazımdır, kimə güvənmək lazım deyil. Yəqin bunu bilmək üçün biz bəndə olaraq, insan olaraq ürəyimizi Allaha açmalıyıq. Dediyiniz kimi fərqli dildə lazım deyil. Öz dilimizdə dua eləməliyik, kömək istəməliyik, bir yol göstərməsini bizdən xahiş eləməliyik və diqqətli olmalıyıq ki, o qapı hardan açılır ki, mən ora gedim. Mənim şəfam hardadır? Bəli, bəzən biz harda nəyin doğru olduğunu bilə bilmərik. Məsəl üçün mən istəyə bilərəm 3 mərtəbəli villa, misal olaraq. Yəni şuurdur, istəyir. Sənin üçün nə dərəcədə xeyirli və ya Amma xeyirsiz olduğunu. bəlkə mən orada bir xeyir tapmayacağam. Bəlkə mənə yazılıb ki, yəni o 3 mərtəbəli də qalsa bu hadisə baş verəcək. Amma 2 mərtəbəli də qalsa daha yaxşı bir şeylər ola bilər. Biz daxili səsimizə güvənməyə öyrənməliyik. Çünki Allah bizim içimizdədir. Biz onun nəfəsindən yaradılmışıq və ən ali varlıqlarıq. Biz sadəcə bunu unutmuşuq. Yəni insanların hal-hazırda söz ehtiyatlarına baxsaq və onların danışdığı sözlər, cümlələrə baxsaq görəcəyik ki, yəni bu nə danışır həqiqətən də. Yəni daha sonra Uzaqlaşmışıq təəssüf. təəssüf ki, bəli. Çünki Allahı bizə yanlış tanıdıblar. Daha çox qurbanlıq rolunu seçmişik. Daha çox əziyyət çəkmək rolunu seçmişik. Baxın, ruh bu dünyaya göndəriləndə, bunu mən təlimdə müəllimimdən eşitdim və bu söz həqiqətən də beynimə həkk olundu. Deməli, ruh göndəriləndə bu dünyaya ona deyilir ki, sən bu dünyada hə dediyin hər bir şeyi yaşayacaqsan. Hə dediyin hər bir şeyi yaşayacaqsan. İndi deyəcəksiniz, mənim niyə milyonlarım yoxdur? Yəni mən niyə xoşbəxt deyiləm və yaxud da mənim uşağım niyə problem? Məsəl üçün. Sevdiyin şeylərə hə Niyə? deyirsə, ona görə. Çünki valideynlərdən, nəsildən, cəmiyyətdən, ətrafdan gələn kodlar var. Sən qurbansan, sən bunu eləyə bilmərsən və mən nə edirəm? Mən ona hə deyirəm. Mən deyirəm ki, mən məsəl üçün Azərbaycanda pul qazana bilmərəm. Bəli, hə deyirəm mən ona. Mən demirəm ki, xeyr, mən qazanacağam. Hə deyirsənsə elə də olar. Hə deyirsənsə şuurdan söhbət getmir. Şuurlu şəkildə hamı deyər ki, mən ağılsızam, bəyəm hə deyim. Bu Yəni şuur altında o. bu şuuraltıdır. Sən artıq onu qəbul edirsən. Çünki ətraf sənə bunu yansıdır. Sənə göstərir ki, gördün, burada qabağa gedəni arxaya çəkirlər. Mən şuuraltı olaraq nə deyirəm? Mən ona hə deyirəm. Nəyə hə deyirsənsə, onu da yaşayırsan. Amma mən desəm ki, bəli, mən Somaliyə də getsəm, orada uğur qazanacağam, Rahat uğurlu bir qadın olacağam və yaxud da elə bir adaya getsəm ki, orada qadınlara işgəncə verirlərsə, amma mən orada yenə uğurlu bir qadın olacağam. Mən buna hə deyirəmsə, demək ki, artıq mən ona hə deyirəm və mən onu yaşayacağam. Yəni ruhumuzun belə bir üstünlükləri var. Sadəcə biz bunun fərqində deyilik, çünki bunu açıb demirlər bizə. Çox maraqlıdır. Ruh əslində hər şeyi bilir və ruhumuz olduqca güclüdür. Biz bunu bəzən unuduruq. Bu məqamda mən bir hadisə yadıma düşür. Mən gənclik illərimdə 17-18 yaşım var idi, Kəmalə xanım. Məktəbi təzə bitirmişdik və elə oldu ki, məndən əvvəl böyük qardaşım və bacım var. Onlar artıq tələbədir, institutda oxuyurlar. İndi növbə mənimdir. Bizim aramızda 1-2 yaş fərqi var. Və mən öyrənməliyəm də, mənə müəllimlər lazımdır, hazırlığa getməliyəm. Valideynlərim deyir ki, bəs nəzakət, indi imkan yoxdur. Sən də çox belə həssas qızsan. Üzülə bilərsən, gəl məni dilə tuturlar. Gəl sən bu il bu fikirdən daşın ümumiyyətlə. Gələn il biz imkan taparıq, səni oxutdurarıq və rahat şəkildə, özgüvənli şəkildə gedib imtahan verərsən, daxil olarsan istədiyin universitetə. Təkcə instituta girməməyi həmin il bütün sinif yoldaşlarım gecikmir. O fikri artıq məni yaşamağa imkan vermirdi. Mən bundan razılaşmadım. Dedim ki, xeyr, eyb yoxdur, imkan yoxdur, Allah canınızı alıb eləsin. Mən özüm hazırlaşacağam və mən öz kitablarımı qoydum qarşıma. Bir il ərzində inanın ki, bütün günü mən o vaxtı heç bir dua bilmirdim. Yalnız Allahla danışırdım. 17-18 yaşlı bir qız uşağıydım. Allahdan kömək istəyirdim. Allaha deyib, mən çox istəyirəm instituta girməyi. Bu mənim ürəyimdə çox var. Mənə kömək elə bu yolda. Mənim heç kimim yoxdur. Nəinki maddi dəstəyi, heç bir mənəvi dəstək də hiss eləmirdim. Əksinə mənə hamı deyirdi ki, həmin vaxtlar sən neynirsən, özün bilirsən ki, bu mümkün deyil də. Müəllimə getməsən, hazırlığa getməsən. Düzdür, o vaxtlar belə. Bir 20 il əvvəl olan söhbətdir. Mən dedim, yox, siz məni narahat eləməyin, mən oxuyacağam. Və inanın ki, dilimdə Allah, ürəyimdə Allah və kitablarım, heç kimim yox idi. Mən öyrəndim,
Getdim imtahan günü. Qarşımda sizin kimi yanımda bir gözəl qız gəldi. O qızı mənə kim yetirdi? Mən o qızı heç tanımırdım. Gözəl bir mələk sima bir qız əyləşdi yanımda. Mən də Azərbaycan dili, ədəbiyyat, ingilis dili dərslərini çox gözəl hazırlaşmışdım. Yadımda da qalmışdı. Oxuyuram, sualları bilirəm, dərhal cavablandırıram. Növbə gəlib tarix, coğrafiya, biraz orada zəifəm qalmışam. Qız da səninlə mənə fikir verir mənə bayaqdan deyir ki, nə oldu? Bayaqdan yazırdın, niyə yazmırsan deyəndə. Dedim mən tarix, coğrafiyam biraz zəif bilirəm, bilməm neyim. Qız cəsarətli idi. Müəllimə də biraz arxa partayla idi. Dedi, gəl vərəqlərimizi dəyişib. Beləcə dəyişdi qız. Çox sakitcə. Heç məni tanımır. Mənə baxdı, etibar elədi, dedi, sən mənə Azərbaycan dili ədəbiyyatı yaz. Mən də sənə tarix, coğrafiyanı yazacağam. Yaxşı. Dedim, yaxşı. Mən də etibar elədim. İtirəcək bir şey mi? Yazdıq, biz imtahan bitdi, nömrələrimizi götürdük və bir neçə vaxtdan sonra imtahan cavabları çıxdı. Qız dedi ki, mənə xəbər eləyərsən. O gündən sonra mən o qızı heç vaxt görməmişəm. O qız mənim həyatımda heç vaxt peyda olmayıb. İmtahanlar, cavablar çıxdı, mənə zəng elədi. Çox sevindi, mən də daxil olmuşdum, o da istədi. İkimiz də, bu mənim ilk uğurum idi Kəmalə xanım. O qədər sevincimdən ağlamışdım ki, evdə ağlayıram, elə bilirlər ki, mən kəsilmişəm imtahandan, ona görə ağlayıram. Mən deyirəm, yox, əksinə, bu sevinc göz yaşları idi. O qədər ilk dəfə minnətdarlıq hissini, şükranlıq hissini mən o vaxtı başa düşdüm ki, bu nə gözəl hissdir. O qədər minnətdar idim ki, Allaha, sən məni tək qoymadın, bu mənim üçün çətin bir imtahan idi. Düzdür, mən biraz cəsarət göstərdim, yox dedim, hə demədim. Siz deyən kimi o proqramlara hə demədim, razılaşmadım. Bu iradə də Allahdandır. Mən deməyi sevmirəm. Hər şey Allahdandır, xasiyyətimiz də Allahdandır. Və çalışdım, yəni ruhdan düşmədim. Demək istəyirəm ki, ruhdan düşmək olmaz. Heç bir mövzuda həmişə qapı açıqdır. Allahın qapısı hər kəsin üzünə açıqdır. Allah deyir ki, sən mənə bir addım gəl, mən sənə 10 addım gələrəm. Əlbəttə ki, mən sənə dəstək olaram, kömək olaram. Və o gənc yaşlarımdan mən artıq bunu hiss elədim və Allahın ipindən bərk yapışdım. Hər mövzuda istənilən o ola bilərdi mənim karmik bir sınağım ola bilərdim ki, o yaşımda mənə bir sınaq gəldi. O həddindən artıq sizə seçim verilmişdi. Ya siz girməyəcəydiniz universitetə. Məsələn ki, valideynlərinizin dediyi kimi gələn il və yaxud da digər illər, yəni çox güman ki, onda da alınmayacaqdır. Çünki burada sizin artıq daxili istəyiniz və səmimi qəlbdən istəyiniz çox önəmlidir. İnsanın niyyəti çox önəmlidir. Biz hər şeyi natural olaraq, orqanik olaraq istəməliyik. Mən gedim, girim universitetə kiminsə acığına, filan kəsin qızı girdi, çünki mən girmədim düşüncəsi ilə deyil də. Burada siz həm də dua da Allahla olan rabitəni də gücləndirdiniz və təkcə bu yetmir. Mən sizə bir söz deyim, siz həm də oxudunuz. Gücüm çatan qədər öz sahəmi oxudum. İnsanlar düşünürlər ki, mən ancaq dua eləyəcəm, mənim məsələm çözüləcək. Baxın, bu çox önəmlidir. Bu çox önəmlidir. Dua məsələni çözmür. Məsəl üçün, mən yetərincə dua oxumuşam, amma o biliklər mənə dua ilə gəlməyib. Sadəcə daha da aşırısı gəlib. Yəni, fərqli formada mən onu qəbul eləmişəm, amma mən oxumuşam. Mən gecə-gündüz öz üzərimdə çalışmışam. Bəlkə 100-dən 200-dən çox təlim almışıq, seans almışıq da, nələr almamışıq. Yəni, nə var idisə mən hər şeyi alırdım. Amma eyni zamanda da ruhani halımı da mən bərpa eləyirdim. Allahla olan rabitəni də itirmirdim. Çünki burada balans saxlamaq çox önəmlidir ki, burada ego qalxmasın ki, mən elədim. Xeyr. Və dua sənin məsələvi həll eləmir. Dua sənə yol açır ki, sən bu məsələni həll eləyəsən. Sən nəsə eləyirsən, çabalayırsan və dua eləyirsən, Allahdan istəyirsən ki, bu məsələ artıq ona buraxırsan və o çözür o məsələni. Məsəl üçün, bəlkə siz bu situasiyada sadəcə oxusaydınız, heç bir inam olmasaydı, kainat sistem sizin qarşınıza o xanımı çıxartmazdı. Yəni, çıxardardı bir dənə... Mən onu Allahın hədiyyəsi kimi başa düşdüm. Çıxardardı bir dənə, yəni, necə deyim, 50 bal falan yığanı, gücdən yazanı və siz də heç də onunla yaza bilməzdiniz. Amma siz sadəcə dua etsəydiniz, oxumasaydınız,
Axı siz dəyiş-düyüş elədiniz kağızlarınızı. Düzdürmü? O sizə filan fənləri dedi, siz ona filan fənləri elədiniz. Sonra Fərqli-fərqli oldu. biz bunu necə Amma siz yazırdınız? ona məsəl üçün o fənləri bilməsəydiniz, necə olacaqdı? O da deyəcəkdi mən xeyir ola sənə kömək eləyirəm. Bildiniz? Hamısı balanslı bir şəkildə həyata keçdi. Zəncirvari şəkildə. Bəli. Bax budur. İnsanlar əziyyət çəkmək istəmirlər. Qoy bunu deyim mən. İnsanlar istəyir ki, mənə hazır bir nəsə bir məhsul ver. Təzə şey çıxıb. Allahdan buyruq, ağzıma quyruq. Yəni el arasında belə bir söz var. Bunu deməmiş, yəni mən bu videonu bitirə bilmərəm. Darçınlı kofe söhbəti var. Hə, mən də eşitmişəm. Şamlar. Dördüncü günlər darçınlı kofe içmək. Bu Dördüncü nədir? bilmədim. Sadəcə ritualdır, Dördüncü gün inancdır. idi nədir? Mən eşitmişəm ki, dördüncü gün içmək lazım. Və darçınlı kofedir və yaxud da nə bilim şamı yandırırsan, ayın altına qoyursan, ayın işığın altında nəsə yazırsan. ki? Mənə çox maraqlıdır bu şuuraltıya necə təsir edir. Bu cəfəngiyatla insanlar hara qədər getmək istəyirlər. Mən hər kəsə demək istəyirəm ki, siz belə şeydən bir günlük nəticə görə bilərsiniz. Tez O nə- inanırlar nədənsə elə şey. O nəticəni də nə üçün görürsüz? Çünki inam var. İnam, amma bir yerə qədər. Çünki artıq neyronlar fərqli formalaşır. Sən o inamı bitirdin, onun da bir dəyəri olmadığına görə o öz təsirini itirir. Sonra gəlirsən ha ki darçınlı kofe iç. İstəyirsən 4-cü, istəyirsən 5-ci, istəyirsən həftənin 7 günü iç. O sizin düşüncənizi, pul kanalınızı falan heç bir şeyə açan deyil. Yəni bunu hər kəs yadında saxlasın istəyirəm. Yəni beyin ancaq öyrənməklə inkişaf eləyir. Beyin ancaq düşünməklə və düzgün düşünməklə, düzgün qərarlar verməklə inkişaf eləyir. Yəni nə isə içərək siz ona təsir göstərə bilmərsiniz. Yəni öyrənmək də ilk olaraq özündən başlamalısan. Dediyiniz kimi kimdəsə günah görmə, özündən başla. Sənə təhsil almaq lazımdır, nə etmək lazımdır? Oxumaq lazımdır. Oxu ki, bəli. təhsil nəticəni görəsən. Hətta mən sizə ardını da deyim ki, elə oldu ki, mən İncəsənət Universitetinə ən yüksək balla girənlərdən biri oldum və məni axtardılar ki, yəni bizə o qədər bala ehtiyacı yox idi və hətta talih elə gətirdi ki, mən orada gələcək həyat yoldaşımla da tanış oldum, biz ailə. Bütün həyatım mənim oradan başladı. Elə bil ki, o mənim ilk, yəni dedizə heç kimə etibar eləmə. Heç kimə etibar eləmədim. Bəli. Heç ailəmə də, yaxınlarıma da. Yalnız sən və mən Buraxdınız. varam. Bəli. Buraxdınız. Dedim Allah, yalnız sən varsan və mən varam. Mənə kömək lazım. Səndən başqa mənə kim kömək eləyəcək ki? Ona görə Allahdan ümidimizi heç vaxt kəsməyik. Hər şeyin çarəsi var. Çox gözəl dediniz. Nə qədər ki sağıq, hər yeni gün bir yeni şansdır. Bəli. Bu dünyadayıq. Dediniz ki, təkrar ruhlarımız gəlir. Bu dünyaya yaşayırıq. Karma olsa da, talih olsa da, biz bunun öhdəsindən gəlmək üçün bizə Allah fürsət verir, şans verir. Bu da Allahın bizə olan lütfüdür ki, bunu görməliyik, değərləndirməliyik. Kəmalə xanım, kodlamaya bir də qayıtmaq istəyirəm ki, həqiqətən o proqramlar deyirik, ələlxüsusda biraz böyük nəsildən olan insanlar belə şeylərə, bugün düzdür, şuuraltı elmlər, spiritual elmlər dəbdədir. Hamı bundan danışır, maariflənməyə çalışır. Amma biraz yaşlı nəsil buna nəsə biraz yaxşı baxmır deyim, inanmır. Yəni inam hissi Qəbul eləmir. qəbul eləmir nədir? Və onlara təsir eləmək biraz həqiqətən çətindir də. Məsələn, axı onlar bizim ailəmizdir, yaxınlarımızdır. Otururlar nədərsə şikayətlənirlər, gileylənirlər. İndi biz öyrənəndə baxıram ki, deyirəm belə eləməyin də, şikayət eləməyin, şükr edin. Deyirəm 2 dənə ş var. Şikayətdən şükrə keçin, hər şey düzələcək. Uzadı danışmaq da, indi mən təlimçi deyiləm ki, sizin kimi oturum onlara izah eləyim. Bax o insanlara, hansı ki artıq kök salıb şuur altında negativ proqramlar, düşüncə tərsi, bu genetikadan, nəsildən nəsilə keçən bu inanclar, mən gedəcəm dənizə, dəniz də quruyar. Mənim bəxtim heç nə, o bəxt ki məndə var el arasında deyirəm məsələn. Bu insanlara, yəni təcrübənizdə olub belə insanlara kömək eləyə bilirmi? Yəni nə dərəcədə təsir eləyir? Kodlamaya. Kodlama. Onlar da şəfalana bilirmi? İnşallah ki, şəfalansınlar. Bizim belə deyim də bizə müraciət edən əksəriyyəti 50 yaş üstü olur. Yəni Nə bəli. gözəl. Bəli. Nə gözəl. Və çox yaxşı da nəticələr alır. Amma mən sizin sualınıza biraz fərqli cavab vermək istəyirəm.
Bu cür cavab vermək istəyirəm ki, bizim hər birimizin evimizdə anamız var, nənələrimiz var. Hansılar ki, mənim öz anam belə mənim düşüncələrimlə bəzən razılaşmır və yəni başlayır məni üsyana, yəni qırğına. Qırğına nə də loru dillə desəydi əlbəttə ki. Fikirləriniz də var. Fikirlərimlə, bəli, yəni deyir, yox, bəs mən belə eləməzdim, mən istəmirəm və mən ona qəbul et sözü deyəndə sanki onu çox pis bir söz kimi deyirmişəm kimi bir abu-hava yaranır. Burada biz nə edirik? Biz o insanı buraxırıq. Biz o insana qarışa bilmərik. Çünki mənim o insana qarışmağım özümü ondan ağıllı hesab etməyim deməkdir. Bu ego oynayır. Mənim anam nəysə 60-cı illərin təvəllüdüdür, düzdürmü? Yəni müharibədən sonra, bəli, Allah hər kəsin can sağlığı versin. 60-cı illər yəni təvəllüddür və o insanlar müharibə görüblər, aclıq görüblər. 90-cı illərdə nələr baş verib özünüz bilirsiniz. Yəni bütün bu çətinliklərdən keçiblər və onların nəsillərinə icazə yox idi ki, ümumiyyətlə bu şuuraltı heç yəni nəinki dəbdə deyildi, heç adı belə çəkilmirdi. Ki belə bir sistem var, belə bir deyim var. Yəni sən özünü dəyişə bilərsən. Onlar bilmirdilər ki, ana özünü dəyişsə övladını da dəyişəcək. Ana öz övladına bu travmaları yaşada bilməz. İnsan bilmədiyi bir şeyi kiməsə necə öyrədə bilər? Mən gedib kiməsə beyin cərrahlığı öyrədə bilmərəm. Düzdürmü? Yəni bunun mənlə heç bir əlaqəsi yoxdur. Həmçinin valideynlərimizdə. Biz onlara o cür nəyisə başa salanda sanki yad bir dildə nəsə deyirik kimi onlar qəbul edirlər. Buraxın. O da onun dərsidir. Çətindir. Bəli. Dəyişmək istəyirsən axı. Özün görürsən axı dəyişdikcə sən yaxşı olursan. Səbir sınağımızdır deməli. Bəli, biz qəbul etməliyik. Biz var olan hər bir şeyi olduğu kimi qəbul Hər etməliyik. kəsi, hər bir hadisəni olduğu kimi qəbul. Olduğu kimi qəbul eləyin. Amma o demək deyil ki, pis bir hadisədirsə, sən bunu qəbul edib deməlisən ki, çox pis bir hadisədir və mən bunu yaşayıram. Yox, qəbul elə, daha sonra düşün mən bunu necə dəyişə bilərəm. Mən tövsiyə edərdim ki, ananızın yanında məsəl üçün müəyyən bir podkastları dinləyin. Amma özünüz öz dilinizlə ona yönləndirməyə çalışmayın. Çünki bu anaya ağıl vermək kimi çıxır. Onlar bu cür qəbul edir Onsuz ki, da evdəkilərdən kimsə deyəndə elə də təsir qüvvəsi olmur sanki. Kənardan eşidəndə daha da təsir. sanki mənim oğlum var, yəni 10 yaşı var. Sabah indi 20 yaşına çatanda mənə durub ağıl öyrətsə, demərəm ki, bəyəm sən olmayanda mən hələ bunları bilirdim misal olaraq. Düzdürmü? İstər-istəməz deyirsən, istər-istəməz düşünürsən. Və özünüzü qoyun valideyn yerinə. Valideyn sizi dünyaya gətirib. Valideyn iyerarxiya qanununa görə sizdən daha üstündür və sən balaca cücə, belə deyim, gəlirsən ona ağıl öyrədirsən ki, sən düz demirsən. Bəs adama deyərlər sən mənim yaşadığım həyatı yaşadınmı? Sən mənim keçdiyim o kasıbçılığı, acını, kədəri yaşadınmı? Sən indi belə deyirsən. Biz axı indi daha rahatıq. Bizim həyatımız valideynlərimizdən daha rahatdır. Ona görə biz onları olduğu kimi sadəcə qəbul eləməliyik. Çox doğrudur Kəmalə xanım. Bax bu məqamda istəyirəm yadıma düşmüşkən deyim. Sizin bir seminara qoşulmuşdum. O vaxtda biz heç tanış deyildik. Orada siz öyrədirdiniz ki, karmanın təmizlənməsi üçün, ruhun təmizlənməsi üçün bağışlamalıyıq, insanları olduğu kimi, hadisələri olduğu kimi qəbul eləməliyik. İlk başda da valideynlərdən başladınız. Bəli. Anadan və atadan başladınız. Çox gözəl deyirdiniz ki, yazın, yazılı şəkildə müraciət edin. Hətta onlar bilməsələr də. Bu günü bu gündə şəxsən mənim öz valideynlərimlə münasibətim çox gözəl olsa da, mən o seminara qoşuldum və sizin dediyiniz tövsiyələri elədim. Etap-etap necə eləmək lazımdır. Şəxsən hələ mənim kimi adama çox təsir elədi, kövrəldim və ruhumda bir huzur, sakitləşmə hiss elədim. Mən onları eləyəndən sonra, yazandan sonra və dedim ki, başa düşdüm ki, dərk elədim ki, onlar bacardıqlarının ən yaxşısını, ən gözəl şəkildə əlindən gələni eləyiblər, yəni. Bəli. Nəyi bacarıblarsa bunu eləyiblər həminki vaxt, o şəraitdə, siz demişkən. Yəni onlar da çətinliklər görə-görə gəliblər də. Hər bir halda minnətdar olmağı bacarmalıyıq. Yəni az da olsa yaxşılığı görməyi bacarmalıyıq, çox da olsa yaxşılığı. Bu ancaq bizə xeyir eləyir.
Bəli, bəli, əlbəttə ki, yəni hər şey olduğu kimi qəbul etmək və özümüzə fokuslanmalıyıq, özümüzü dəyişməliyik və öz həyatımızı necə daha möhtəşəm, necə daha yaxşı, necə daha rahat sürə bilərik deyə düşünə bilərik. Kəmalə xanım, çox maraqlıdır, söhbətlərinizdən doymaq olmur. Vaxtımız bitsə də söhbətlər bitmir. Belə dərdləşirik özümüz üçün həqiqətən çox gözəl vurğulayırsınız ki, heç kimlə işiniz olmasın. Özümüzdən başlayırıq. Bəli. Özümüzü düzəldirik, inkişaf eləyirik öz üzərimizdə. Burada mənim Mövlananın bir sözü, fikri yadıma düşür ki, deyir, nə vaxt mən cahil idim, dünyanı dəyişmək istəyirdim. O zaman ki ağıllandım, Bəli. özümü dəyişdim, dünyam dəyişdi. Özümüzü dəyişsək, dünyamız da dəyişir. Özümüzə dönməliyik. Özümüzə Bəli. dönməliyik. Kəmalə xanım, çox sağ olun. Bugünkü mövzu ətrafında dərin cavablarınıza görə, müsahibənizə görə təşəkkür edirəm. Bildiyim halda yenə də mənə o qədər maraqlıdır ki, sizi hər dəfə dinləmək, hər dəfə başqa bir fərqindəlik, aydınlatma yaşadırsınız insana. Mən sizə öz adımdan da, şəxsən izləyicilər adımdan da təşəkkürümü bildirirəm. Növbəti podkastlarda görüşmək ümidi ilə. Çox sağ Sevgi, olun. işıqlar. Mən sizə Çox sağ olun. təşəkkür edirəm. Çox sağ olun ki, dəvət elədiniz. Təşəkkür edirəm, var olun.